Salam, mən Samirə Vali. Bu videoya təsadüfən düşmüsənsə, deyim ki, buradan çıxsan çox şey qaçırarsan. Yox, əgər bilə-bilə açmısansa, deməli artıq uğura doğru bir addım atmısan. Və əmin ol, bu addım boşuna deyil. Fizika kampımızın ikinci videosuna xoş gəldin. İlk videoya gələn rəy və mesajlar o qədər gözəl idi ki, sanki mən danışmırdım, siz danışırdınız. Və təbii ki, bu geri dönüşlər mənim üçün təkcə motivasiya yox, həm də məsuliyyətdir. Və məhz buna görə də buradayam. Yenidən daha maraqlı, daha aydın və daha səmimi bir video ilə qarşınızdayım. Bu dəfə sizi biraz daha dərinliyə aparacağam. Mövzumuz dəyişən sürətli hərəkətdir. Düzdür, qulağa biraz yad gəlir. Amma narahat olmayın. Sizin üçün elə izah edəcəyəm ki, sanki gündəlik həyatda rast gəldiyiniz sadə bir hadisədən danışırıq. Çünki onsuz da elədir. Fizika bilirsiniz ki, həyatın ta özü. Sadəcə biraz riyaziyyatla bəzədilmiş formasıdır. Hazır olun, çünki bu videodan sonra dəyişən sürət sizə anlaşılmaz yox, tanış gələcək. Hello qrafiklər ki var, sizin kabusunuz deyil, dostunuz olacaq. Və ən əsası, siz bu mövzuya mən bunu tam bacarıram gözü ilə baxacaqsınız. İndi isə gəlin belə bir xatırlatma ilə başlayaq. Hərəkət nə idi? Bilirik ki, mexaniki hərəkət cismin fəzada digər cisimlərə nəzərən zamanla yerini dəyişməsidir. Amma dərinliklərinə getsək, hər dəyişiklik bir hərəkətdir. Biz də dəyişirik. Sən də, mən də, hətta bu videonu izlədikcə beynində baş verən düşüncə dəyişikliyi belə bir hərəkətdir. Öyrəndiyimiz hərəkət növlərini gəlin yadımıza salaq. İrəliləmə hərəkəti, fırlanma hərəkəti, rəqs hərəkəti. Əgər bundan öncəki videomuzu izləməmisənsə, mütləq şəkildə yenidən həmin videonu izləyib, sonra bu dərsimə qulaq asmaq lazımdır. Və təbii ki, trayektoriya anlayışı ilə də sizi tanış eləmişdik. Demişdik ki, trayektoriyanın iki növü var. Düz xətli və əyri xətli hərəkət. İndi isə keçirik növbəti mərhələyə. Düz xətli, dəyişən sürətli hərəkətə. Burada hadisələr artıq biraz daha sürət qazanır deyə bilərik. Yəni bəzən artır, bəzən azalır. Bəs niyə, necə və biz bunu necə anlayıb hesablaya bilərik? Heç narahat olmayın, bu sualların cavabını birlikdə tapacağıq. Sadəcə arxana söykən, diqqətlə qulaq as və dediyim bütün qeydləri bir-bir yaz. Elə isə başladıq. Başlayırıq düz xətli, dəyişən sürətli hərəkətə. Nədir düz xətli, dəyişən sürətli hərəkət? Baxın, belə bir tərif vermişəm burada. Bərabər zaman fasilələrində düz xətt üzrə müxtəlif yer dəyişmələr icra edir. İkinci qanun isə trayektoriyası təbii ki, düz xəttdir. Bunu biz necə başa düşə bilərik? Baxın, burada avtomobilin hərəkətini siz izləyəcəksiniz. Deyək ki, ilk 5 saniyə müddətində 10 metr yer dəyişmə icra etmişdir. Növbəti 5 saniyə müddətində 3 metr yer dəyişmə icra edib. Növbəti 5 saniyə müddətində deyək ki, 7 metr yer dəyişmə icra edib. Nə görürük? Bərabər zamanda müxtəlif yer dəyişmələr icra etdi. Gah artdı, gah azaldı. O zaman deyə bilərikmi ki, yer dəyişmələri bunun dəyişirsə, sürətlər də dəyişir. Sürət dəyişirsə, artıq burada yeni bir kəmiyyətə ehtiyacımız var, təcili. Baxın, yadınıza saxlayın. Sürət dəyişməsini xarakterizə edən kəmiyyət və yaxud da belə bir tərif verə bilərik ki, sürətin dəyişmə yeyinliyini xarakterizə edən vektorial kəmiyyət təcili adlanır. Diqqət edin, nə dedim? Vektorial dedim. Xatırlayın, nə idi vektorial kəmiyyət? Həm ədədi qiyməti, həm də istiqaməti olan bir kəmiyyət idi. Təcili biz A hərfi ilə işarə edərik. O zaman biz təcili tapmaq üçün sürətin dəyişməsini zamana bölə bilərik. V-V0 bölünsün T-yə. Burada demək siz vektorla yazılışını görürsünüz. Burada isə proyeksiya ilə yazılışını görmüş olursunuz. İndi gəlin sizi təcilin vahidi ilə tanış edeyim. O zaman biz belə bir ifadə yaza bilərik. A bərabərdir. V-V0-ın yerinə mən delta V yaza bilərəm, deyilmi? Gəlin təcili vahid çıxardaq. Bilirsiniz ki, vahidləri əzbərləmək olmaz. Düsturuna əsasən çıxartmaq lazımdır. Sürətin vahidi nə idi? Metr bölünsün saniyə. Zamanın vahidi nə idi? Saniyə. Bunları da bir-birinə vurduq. Nə aldıq? Metr bölünsün saniyə kvadratı. Demək ki, nəymiş? Təcilin vahidi metr bölək saniyə kvadratına bərabərmiş. İndi gəlin növbəti dəfə biz burada son sürət tapaq. Keçən dərsimizdə yenə izləməmişsinizsə təkrar edirəm, qayıdın yenidən izləyin. Düsturdan, düstur çıxartmağı sizə hər incə detalına kimi izah eləmişdim. Məhz bu təcilin düsturunda biz son sürət necə taparıq? Gəlin buradan fərz eləyək ki, baxın, burada birisi necə tapmaq lazımdır? Çarpaz şəkildə. Yazaram ki, Vx
minus V0x bərabərdir AX-dəyə. Vx-ə tapmış olarsan buradan bərabər eləyəcək nəyə? V0x plus AX-dəyə. Baxın, bu şəkildə mən deyə bilərəm ki, bərabər təcili hərəkətdə son sürətin tənliyini almış oldum. Və unutmadan bir məqamı da vurğulayım ki, təcili biz ölçmək üçün akselometr, həmçinin ölçü lenti və saniyə ölçən adlanan cihazla da təyin edə bilərik. İndi burada belə bir qeydimiz var. Gəlin sizi bununla tanış edeyim. Əgər xatırlayırsınızsa, düz xətli bərabər sürətli hərəkətdə qeyd eləmişdik ki, sürətin proyeksiyasının zaman oxunun asılılıq qrafikini gördüksə, grafikin zaman oxu ilə əmələ gətirdiyi fiqurun sahəsi bizə kimi verirdi? Yer dəyişməni verirdi. Eyni bu məntiqlə yola çıxarsaq, deyə bilərək ki, təcilin proyeksiyasının zaman oxunun asılılıq qrafikində grafikin zaman oxu ilə əmələ gətirdiyi bax bu fiqurun sahəsi bizə sürətin dəyişməsini vermiş olacaqdır. İndi hansı fiqurda artıq siz özünüz biləcəksiniz. Düzbucaqlıdır, trapesiyadır və s. Burada məsələyə baxmış olarsak görərik ki, bizə neçə veribdir? Bir tərəf 20-dir, bir tərəfi də 4-dür və düzbucaqlıdır. Bunun sahəsini tapsaq, 20 vuraq 4-dən bizə neçəni verəcəkdir? 80 metr bölək saniyəni vermiş olacaq. Kim? Sürət dəyişməsi. Belə məsələlərdə diqqətli olmaq lazımdır. Davam edirik növbəti əsas vacib anlayışımızla bərabər təcilli hərəkətlə. Nədir bərabər təcilli hərəkət? Bərabər təcilli hərəkətdə az öncə qeyd elədik ki, sürətimiz dəyişir. Gah artır, gah da azalır. Bunu elmi dildə belə deyə bilərək ki, bərabər təcilli hərəkətin özünün də əslində iki növü var. Biri bərabər yeyinləşən hərəkət, biri isə bərabər yavaşlayan hərəkət. İndi qulağa biraz qəribə səslənə bilər, bu bərabər yeyinləşən nə deməkdir? Baxın, bəlkə də evdə də tez-tez sizə deyiblər ki, bala, biraz yeyin yerini hərəkət elə, biraz yeyin ol, biraz yeyin ol, yəni biraz cəld ol, daha sürətli ol anlamına gəlir əslində bu söz bizdə. Yəni, yeyinləşən sözü daha sürətli ol anlamına gəlir. O zaman biz deyə bilərikmi ki, bərabər yeyinləşən hərəkətdə sürətin modulu neyinir? Zaman keçdikcə artır. Bərabər yavaşlayan hərəkətdə biraz yavaş olur, biraz asta ol mənasında. Yəni sürətin get-gedə azalması mənasında deyilir. O zaman yenə buradan bu məntiqlə yola çıxarsaq deyə bilərik ki, məhz bərabər yavaşlayan hərəkətdə sürətin modulu zaman keçdikcə azalacaqdır. Demək ki, hərəkətin bərabər təcili olması üçün onun sürətinin dəyişməsi lazımdır. Gəlin bərabər yeyinləşən və bərabər yavaşlayan hərəkətlə gündəlik həyatımızda necə və nə zaman rastlaşırıq, bir də bu gözdən baxaq. Deyək ki, hərəkətdə olan avtomobil qəfildən işıqforun qırmızı işığını görür və neynir? Əyləcə basır və yavaş-yavaş sürətini neynir? Get-gedə azalır ki, piyadalar yol versinlər, düzdürmü? Bu zaman sürücü necə hərəkət elədi? Bərabər yavaşlayan hərəkət. Və piyadalar keçir, işıqforun yaşıl işığı yanır və sürücü neynir? Əyləcə basaraq yoluna hərəkət edir. Get-gedə sürətini neynəcək? Təbii ki, artıracaq. Yəni, bərabər yeyinləşən hərəkət etmiş olacaqdır. Bax, belə də yadınıza saxlaya bilərsiniz. İndi burada sizi sürət dəyişməsinin sadiq dostu olan təcil ilə yenidən tanış eləmək istəyirəm. Çünki bəlkə də yox, ümid edirəm ki, həyatınızda belə bir dostlarınız var ki, siz yaxşıya doğru və ya pisə doğru dəyişdiyiniz zamanlarda belə onlar sizin yanınızda olur və sizə həmişə sadiq olurlar, dəyişmirlər. Əhval-ruhiyyəniz necə olmasından asılı olmayaraq həmişə yanınızdadılar. Baxın, təcil də belədir. Siz istər sürətinizi artırın, istərsə də sürətinizi azaldın. Təcil deyir ki, mən varam və sabitəm. Və burada həqiqətən də təcil sürət dəyişməsinin ən sadiq dostu təyin eləmək olar. Və yazaraq ki, A konstantdır. İndi bir məqamı da burada vurğulamaq istəyirəm. Diqqətli olun belə məsələlərdə. Baxın, burada qrafikini də zaten görürsünüz. Fikir verirsiniz, bu cisim get-gedə yer dəyişməsini artırır. Yəni, sürətini artırır deyə bilərək ki, buna da biz bərabər yeyinləşən hərəkət dedik. Digərinə fikir verirsiniz, get-gedə yer dəyişməsini azaldır. Yəni, sürətini azaldır ki, biz buna bərabər yavaşlayan hərəkət demişdik. İndi gəlmək istəyirəm nəyə? Bax, bu hissəsində diqqətli olmağınızı istəyirəm. Əgər bizə başlanğıc sürət vektoru ilə təcil vektorunu eyni istiqamətli versə və yaxud da bunların proyeksiyalarını eyni işarəli versə, bu hərəkətə də bərabər yeyinləşən hərəkət deyəcəm. Nə demək istəyirəm? Gəlin belə ətraflı izah edeyim. Tutaq ki, sənə deyir ki, başlanğıc sürətin proyeksiyası 5 metr bölünsün saniyədir. Təcilin proyeksiyası isə 2 metr bölək saniyə kvadratdır. Fikir verirsiniz, hər ikisi eyni işarəlidir, müsbətdir və ya
Hər ikisi mənfidir, heç bir fərqi yoxdur. Eyni işarəlidirsə, yenə mən bu hərəkəti bərabər yeyinləşən hərəkət kimi adlandıracağam. Digər məqama gəlin fikir verək. Diqqət etmək lazımdır ki, əgər başlanğıc sürətlə təcil vektoru bir-birlərinə əks istiqamətdə və yaxud da bunların proyeksiyaları da ola bilər, fərqi yoxdur. Əks işarədə olarsa, bu hərəkətə biz bərabər yavaşlayan hərəkət deyəcəyik. Məsələn, nə demək istəyirəm? Deyək ki, mənim sürətim, başlanğıc sürətimin proyeksiyası mənfi 10 metr bölək saniyə olsun. Təcilin proyeksiyasında gəl deyək 2 metr bölünsün saniyə kvadratı. Fikir versin, əks işarəlidir. Biri müsbətdir, biri mənfidir. O zaman deyərik ki, bu cisim necə hərəkət edir? X oxunun əksi istiqamətində bərabər yavaşlayan hərəkət deyəcək. Yəni, belə məsələlərdə diqqətli olmaq lazımdır. İndi unutmamışkən bir qaydanda nəzərinizə çatdırmaq istəyirəm. Dedik ki, təcil nə zaman yaranır? Biz sürətimizi dəyişən zaman. O zaman belə bir qayda ortaya çıxır. Belə bir məntiqlə yanaşa bilərmi məsələyə? Düz xətli bərabər sürətli hərəkətdə təcil sıfır olmazmı? Olar. Çünki sürət dəyişmir axı. O zaman gəlin yazaq ki, düz xətli bərabər sürətli hərəkətdə təcil nəyə bərabərdir? Sıfıra bərabərdir. Bunu da unutmaq olmaz. Mütləq şəkildə yadda saxlamaq lazımdır. İndi gəlirəm işin ən maraqlı hissəsinə. Düz xətli bərabər təcilli hərəkətdə bilməmiz gərəkən çox vacib və əsas düsturlarımız var. Yer dəyişmə düsturlarıdır, sürət və koordinat. Gəlin sizi bir-bir bunlarla tanış edeyim. Birinci düsturumuz yer dəyişmənin düsturudur. Yazarıq ki, S bərabərdir V kvadratı çıxılsın V0 kvadratı bölünsün 2A-ya. Bax, bərabər təcilli hərəkətdə yer dəyişmənin birinci əsas düsturlarından biridir. Növbəti düsturumuz buradan yazaq. S bərabərdir V plus V0 böl 2 vur T. Üçüncü düsturumuza baxın. Burada qeyd eləmişəm, görürsünüz. S bərabərdir V0T plus AT kvadratı bölünsün 2. Və bir də koordinat düsturu var. Unutmaq olmaz bu düsturu. X bərabərdir 2-0 üstə gəlinsin. V0T plus AT kvadratı bölü 2. Təkrar edirəm. Bərabər təcil hərəkətdə yer dəyişmənin və koordinatın əsas vacib düsturlarıdır. Bunları mütləq şəkildə əzbər yadda saxlamaq lazımdır. İndi bu düsturlarla sizi tanış elədim. Gəlirəm işin ən belə maraqlı hissəsinə. Baxın, hal-hazırda hər birimiz, siz də, mən də sükunətdəyik. Yəni, mən oturub burada dərs keçirəm, siz də əyləşib dərsə qulaq asırsınız, deyilmi? Hər birimiz hərəkətsizik. O zaman belə bir məntiq çıxır ortaya ki, cisimlər, yəni biz, burada cisim biz oluruq, sükunət vəziyyətindədirlər. Baxın, bu sözü çox tez-tez görəcəksiniz. Demək olar ki, 10 sualdan 8-ində sizə bu şərti verəcəkdir bərabər təcilli hərəkətdə. Deyəcək ki, cisim sükunətdən hərəkət edir. Yəni, onun başlanğıc sürəti sıfıra bərabərdir. Tamam mı? Bu şərti gördüyün təqdirdə səndən nəyi istəməsindən asılı olmayaraq dərhal harda başlanğıc sürətin varsa düsturunda, dərhal həmin o düsturda başlanğıc sürəti sıfıra aparacaqsan. Yerdə qalan düsturlarla yoluna davam edə bilərsən. Məsələn, mənim az öncə yazdığım düsturlara gəlin fikir verək. Birinci düstura baxın, burada V0 getdi sıfıra. Nə qaldı? S bərabərdir. Gəlin buradan yazaq, səliqəli olsun. Demək ki, S bərabərdir. V kvadratı bölünsün 2A-ya. Qutardı, getdi. İkinci düsturuma bax, burada başlanğıc sürətim getdi sıfıra. Kim qaldı? S bərabərdir. VT bölünsün 2. Üçüncü düstura baxaq. Burada da sıfıra getsə kim qalacaqdır? S bərabərdir. AT kvadratı bölünsün 2. Bunların proyeksiyalarını mütləq şəkildə qeyd etmək lazımdır. Aha. Belə. Sonra, hətta koordinat tənliyində belə başlanğıc sürətimiz baxın sıfıra gedirsə, o zaman yazaram ki, S bərabərdir 2-0 üstə gəlinsin AT kvadratı bölü 2. Yəni, çox başınızı ağrıtmayım, uzun-uzadı yazmağa gərək belə yoxdur. Heç mən bu düsturları əzbər şəkildə əzbərləmək də lazım deyil. Sadəcə olaraq yolunu, metodunu bilin ki, sizə bu şərt verildiyi təqdirdə bu artıq sizin açarınızdır, silahınızdır, belə deyək. Silahınızdan harda və nə zaman, necə istifadə etmək lazımdır, artıq bunu siz özünüz müəyyənləşdirməlisiniz. Bunları mən silirəm, çünki dediyim kimi bunları əzbərləməyə ehtiyacımız bizim yoxdur. Sizi düsturlarla tanış elədiyimə görə indi könül rahatlığı ilə keçə bilərəm tənliklə təsvirinə. Düz xətli bərabər sürətli hərəkətdə də tanış eləmişdim. Bu da bərabər təcilli hərəkətdə hərəkətin tənliklə təsviridir. Başladıq. Birinci baxırıq nəyə?
bərabər təcili hərəkətdən danışırıq. Təbii ki, burada az öncə sizə tanış elədiyim koordinat tənliyinə baxın. Burada qeyd eləmişəm. X bərabər x0 üstə gələk v0x t plus at kvadratı bölü 2. Yəni tez-tez x-ləri deməyi unuduram. Birinci sualımıza gəlin baxaq. Bu tənliyə əsasən bizə necə suallar verilə bilər? Baxaq birinci sualımıza. Deyilir ki, x bərabərdir 3 üstə gələk 4t üstə gələk 6t kvadrat. Bax, belə bir tənlik verilib sizə. Bizdən bir neçədən şey istəyir. Başlanğıc koordinatı istəyir, başlanğıc sürətin proyeksiyasını istəyir, təcilin proyeksiyasını istəyir, bu cismin necə hərəkət elədiyini istəyir də istəyir, yəni bitmir. Bir-bir gəlin, mən sizə deyim ki, onun o arzularını, istəklərini biz necə yerinə yetirə bilərik. Baxın, tənliyimizdə, bax görürsünüz, bu yazıq tək dayanan, yanında heç kim olmayan, kimdir? Keçən dəfə demişdik, başlanğıc koordinat. Hanı bu tək dayanan, yanında heç kim olmayan başlanğıc koordinatı nə qədərdir? Müsbət 3 metrdir. Getdik. Zamanın qarşısında dayanan kimdir? Başlanğıc sürətin proyeksiyası. Hanı? Burada dayanıb. Baxın, müsbət 4 metr bölünsün saniyədir. Növbəti, burada görürsünüz ki, ax t kvadratı bölək 2. Baxın, burada t-nin qarşısındakı əmsalı 2-yə vursanız, sizə nəyi verəcək? Təcili verəcəkdir. 2 vuraq 6. Neçəni verir? Müsbət 12 metr bölək saniyə kvadratını verir. Yəni, t kvadratı deyəndə 2-ni t-nin qarşısındakı əmsala vurmaq lazımdır. Və yaxud da belə yadda saxlayın ki, 6 nəyin yarısıdır? 12-nin yarısıdır. Belə də yadda saxlaya bilərsiniz. Törmə keçmişsə, törmə yəni tapa bilərsiniz. Baxın, bu şəkildə. İndi bunları tapdıq. Yaxşı, gəlin görək bu cisim necə hərəkət edir? Bunu öyrətmişdim. Baxıram nəyə? Başlanğıc sürətin proyeksiyası müsbətdir. Demək, cisim necə hərəkət edir? X oxunun istiqamətində hərəkət edir. Təcilin proyeksiyası da müsbətdir. Bunlar nə edirlər? Eyni işarələrdirlər. O zaman deyə bilərəmmi ki, bu cisim X oxunun istiqamətində bərabər yeyinləşən hərəkət edir. İkinci sualımıza gəlin baxaq. Burada bizə belə bir tənlif veribdir. Deyir ki, x bərabər -7 üstə gəl 6t çıx 3t-nin kvadratına. Getdik. Yenə bu tək dayanan, bu yanında heç kim olmayan kim idi? Başlanğıc koordinat nə qədərdir? -7 metr. T-nin qarşısındakı əmsalı nəyi verirdi bizə? Başlanğıc sürətin proyeksiyasını nə qədərdir? Müsbət 6 metr bölünsün saniyə. Yenə az öncə qeyd etdiyim qayda kimi tapırıq təcili. 2-ni vururuq T-nin qarşısındakı əmsala. Neçə edir? 6. Nə qədər? -6 metr bölək saniyə kvadratına. Necə hərəkət edir cisim? Başlanğıc sürətin proyeksiyası müsbət. Başlanğıc sürətin proyeksiyası müsbətdir. Cisim x oxun istiqamətində hərəkət edir. Təcil isə sürətlə əks işarəlidir. Fikir versin. O zaman necə hərəkətdir? Bərabər yavaşın hərəkətdir deyə bilərək. Yaxşı, koordinat tənliyi ilə sizi tanış elədim. İcazənizlə keçirəm bərabər təcili hərəkətdə yer dəyişmənin tənliklə, təsvirinlə sizi tanış edim. Az öncə yazdım düsturunu. Sx bərabərdir v0xt plus ax t kvadratı bölünsün 2-yə. Deyək ki, belə bir sual verib bizə. Sx bərabərdir -9t çıx 5t-nin kvadratı. Tənlik gözümüzün qabağındadır. Baxmaq lazımdır. Getdik. T-nin qarşısındakı əmsalı. T-nin qarşısındakı kimdir? Başlanğıc sürətin proyeksiyası. Baxıram, kimdir T-nin qarşısındakı əmsalı? Başlanğıc sürətin proyeksiyası nə qədərdir? -9 metr bölünsün saniyədir. Sonra təcili tapmağın qaydasını öyrətmişdim sizə. 2-ni nə edirəm? Vururam 5-ə. Nə alıram? -10 metr bölünsün saniyə kvadratı. Cisim necə hərəkət edir? Hər ikisi mənfidir. O zaman x oxunun əks istiqamətində bərabər yeyinləşən hərəkət edir deyə bilərəm. Növbəti tənliyimizə gəlin fikir verək. Sx bərabərdir -5t üstə gəlinsin 4t-nin kvadratına. Getdik. Yenə eyni məntiqlə yola çıxarsaq, t-nin qarşısında dayanan kimdir? Başlanğıc sürətin proyeksiyası nə qədərdir? -5 metr bölünsün saniyə. Təcili t-nin qabağında kim var? 1 var. 2-ni vurdum 1-ə neçə elədi? Müsbət 2 metr bölək saniyə kvadratı. Cisim necə hərəkət edir? X oxunun əksi istiqamətində bərabər yavaşlayan hərəkət edir. Sonra hələ ki qurtarmadıq, darıxmayın. Gəlirəm nəyə? Sürətin tənliyinə gəlirəm. Vx bərabərdir.
V0x plus AXT. Bilirsiniz də bu tənliyi biz az öncə təcilin düsturdan almışdıq. Buna aid də bizə belə bir suallar verilə bilər. Tutaq ki, deyir ki, Vx bərabərdir 4 üstə gəlsin 3t. Yenə baxıram nəyimə? Tənliyimə. Baxın, hər tənliyin öz qayda qanunu var. Hər tənliyə öz əsas ana düsturu kimi yanaşmaq lazımdır. Baxdım. Burada başlanğıc sürətin proyeksiyası. Bax, görürsünüz təkdir. Yanında heç bir kəmiyyət yoxdur. Bu tək dayanan kimdir? Başlanğıc sürətin proyeksiyası. Hanı mənim tənliyimdə tək olan? Müsbət 4. Müsbət 4 kimin qiymətidir? Başlanğıc sürətin proyeksiyasının qiymətidir. Qeyd elədim. Təcil burada artıq T-nin qarşısında dayanandır. Fikir verirsiniz, bayaqkilərdən fərqlidir. Ona görə diqqətli olmaq lazımdır. T-nin qarşısında dayanan təcilin proyeksiyasıdır. Hanı? Bax, burada da müsbət 3. Qutardı, getdi. Cisim necə hərəkət edir? X oxunun istiqamətində bərabər yeyinləşən hərəkət edir. Sonra növbəti tənliyimizə gəlin fikir verək. Burada bizə nə veribdir? Vx bərabər -3 üstə gəlinsin 6t-yə. Yenə eyni məntiqlə məsələmizə yanaşacağıq. Getdik. Burada yenə tək dayanan kimdir? Başlanğıc sürətin proyeksiyası -3 metr bölü saniyədir. T-nin qarşısında dayanan təcildir. Nə qədərdir? Ax bərabərdir 6 metr bölü saniyə kvadratı. Cisim necə hərəkət edir? X oxunun əksi istiqamətində bərabər yavaşlayan hərəkət edir. Və nəhayət gəldik sonuncu və maraqlı sualımıza. Burada bizə deyir ki, Vx bərabərdir -5-dir. Nə yoxdur burada? Başlanğıc sürətin proyeksiyası yoxdur. Az öncə qeyd eləmişdim. Əgər başlanğıc sürət yoxdursa, biz necə hərəkət edirik? Eləmirik. Sükunətdəyik. Başlanğıc sürət 0-a bərabərdir deyəcəyik. Təcilin proyeksiyası nə qədərdir? -5 metr bölünsün saniyə kvadratına bərabərdir. Belə dostlar, sizi tənliklə tanış elədim. Ümid edirəm ki, burada sizə qaranlıq qalan heç bir şey qalmadı. Topluda, istərsə digər vəsaitlərdə eyni qədər suallar olacaq bunlara aid. Mütləq şəkildə bu mövzuları, bu hissələri yaxşı mənimsəmək lazımdır. İndi isə gəlirik hamımızın baş bəlası olan o qrafiklərdən danışmağa. Amma inanıram ki, bu dərsin sonunda artıq elə bir düşmənçiliyiniz qalmayacaqdır. Ən yaxın dostunuza çevriləcək sizin qrafiklər. Təkrar deyirəm, hər dəfə də deyəcəm. Əgər bundan öncəki dərsi izləməmisinizsə, mütləq şəkildə izləyin, sonra bu dərsə baxın. Çünki heç nə başa düşməyəcəksiniz. Bu mövzu bundan əvvəlki dərsin davamıdır. Tamam mı? Anlaşdıqsa davam edirik. Gəlin birinci danışaq, sürətdən danışaq. Bir qrafik çəkirəm. Sürətin proyeksiyasının zamandan asılılığıdır. Kiçik bir xatırlatma etmək istəyirəm. Biz nə zaman deyirdik ki, cisim X oxunun istiqamətində hərəkət edir və X oxunun əksi istiqamətində hərəkət edir? Xatırlayırsınızsa demişdim ki, əgər çəkəcəyim qrafik söhbət sürətdən gedir. Əgər çəkəcəyim qrafik zaman oxundan yuxarıdadırsa, hərəkət X oxunun istiqamətindədir. Yox, zaman oxundan aşağıdadırsa, hərəkət X oxunun əksi istiqamətindədir. Yəqin ki, bura qədər hamınızın xatirindədir. Tamamdır. İkinci bir qayda deyirəm, diqqətli olun. Əgər çəkəcəyim qrafik zaman oxuna yaxınlaşırsa, hərəkət olacaq bərabər yavaşlayan hərəkət. Yox, çəkəcəyim qrafik zaman oxundan uzaqlaşırsa, hərəkət olacaq bərabər yeyinləşən hərəkət. Baxın, tutaq ki, belə bir qrafik çəkirəm. Sıfırımızı da burada mütləq qeyd edək. Deyək ki, sıfırdan başlayan belə bir qrafik çəkirəm. Baxın, qrafik zaman oxundan yuxarıdadır. X oxunun istiqamətindədir. Zaman oxundan uzaqlaşır, yeyinləşir. Qutardı, getdi. Mən bu grafikimi kefim istəyir, buradan da çəkə bilərəm. Heç bir fərqi yoxdur. Yəni, başlanğıc sürəti ola da bilər, olmaya da bilər. Burada hər iki halda deyəcəm ki, cisim X oxunun istiqamətində düz xətli bərabər yeyinləşən hərəkət edir. Və yaxud da X oxunun əksi istiqamətini çəkirəm, heç bir fərqi yoxdur. Baxın, zaman oxundan aşağıda çəkə bilərəm. Başlanğıc sürəti 0 da ola bilər, müəyyən bir dəyərdən başlaya bilər. Yəni, bu qrafikləri harada gördünüzsə, deyəcəksiniz ki, bərabər yeyinləşən hərəkətin qrafikləridir. Baxın, burada da sizlər üçün hər birisini qeyd eləmişəm. Birinci qrafikə fikir verin. Bax, burada da fikir versiniz. Hər iki qrafik necə hərəkətdir? X oxu istiqamətində yeyinləşən və ya burada X oxunun əksinə bərabər yeyinləşən. Çox uzağa getmədən təcilin proyeksiyasının da gəlin tez qrafikinə baxaq. Bu cümləni beyninizdə analiz eləmənizi istəyirəm. X oxu istiqamətində bərabər yeyinləşən hərəkət nə deməkdir? X oxu istiqamətində, yəni başlanğıc sürətin proyeksiyası müsbətdir. Yeyinləşən olması üçün təcil də onunla eyni olmalı deyildimi? Olmalıydı. O zaman yazıram nə?
AX böyükdür 0. O zaman belə bir məntiq çıxır ortaya. X oxu istiqamətində bərabər yeyinləşən deyirsə, mənim təcilimin proyeksiyası nə olmalıdır? Müsbət olmalıdır. Yəni mən çəkəcəyim qrafiki zaman oxundan yuxarıda çəkməliyəm. Amma necə çəkməliyəm? Burada diqqət etmənizi istəyirəm. Az öncə sizlə danışanda mən qeyd elədim ki, təcil sürət dəyişməsinin sadiq dostudur. Cisim sürətini necə dəyişir? Yəni burada artırır gördüyük kimi, azaldır da bilər, heç bir fərqi yoxdur. Təcil sadiq olduğuna görə, sadiq dost olduğuna görə hər zaman sabitdir. Sən durub təcil üçün belə qrafik, nə bilim, belə qrafik çəkə bilməzsən. Təcil nə deyir? Mən sabitəm. Sabitin qrafikini hardan çəkəcəksən? Zaman oxuna paralel düz xətt. Qutardı getdi. Müsbətdirsə zaman oxundan yuxarıda çəkəcəksən. Mənfidirsə zaman oxunun aşağıda çəkəcəksən. Tamam mı? Baxın, mütləq bunu qeyd almanızı istəyirəm. İndi ikinci hərəkətimizə baxaq. X oxunun əksi bərabər yeyinləşən demişəm. Nə deməkdir X oxunun əksi? Başlanğıc sürətin proyeksiyası mənfidir. Yeyinləşən olması üçün təcilin proyeksiyası da mənfi olmalıdır ki, mən gətirib burada nədir? Təcilin qrafikini zaman oxundan aşağıda çəkmişəm. Tamamdır. Yəqin ki, bura qədər hər kəsə hər şey aydındır deyə düşünürəm. Davam etmək istəyirəm yer dəyişmənin proyeksiyasının zamandan asıllıq qrafiki ilə. Baxın, siz burada iki halla rastlaşacaqsınız. Deyək ki, bizə belə bir qrafik veriləcəkdir. Deyək ki, yox, veriləcəkdir. Bu birinci halımız olacaqdır. SXT. Baxın, belə bir qrafik görəcəksiniz. Parabolan qolları belə yuxarı gedir. Bir də gənclər, belə qrafik görəcəksiniz. Mənlə bərabər siz də yazın ki, baxın, fizikanı öyrənmək istəyirsinizsə yazmaq lazımdır. Bir də belə bir qrafik görəcəksiniz. Burada da parabolan qolları aşağı gəlir. Yuxarı gələndə, parabolanın qolları yuxarı gedəndə necə hərəkət edir? Parabolanın qolları aşağı gəlirsə necə hərəkət edir? İndi bunlarla sizə tanış edəcəm. Amma ümumilikdə bilin ki, biz yerdəyişmənin proyeksiyasının grafikini çəkəndə bu iki haldan istifadə edəcəyik. Baxaq birinci qrafikimizə. Elə gəlin üzərinə izahlayaq, vaxtımız getməsin yazmağa. Gəlin burada fikir verək bu qrafikimizə. Baxın, qrafik qolları harada? Yuxarıya doğrudur. Deyəcək ki, cisim X oxu istiqamətində bərabər yeyinləşən hərəkət edir. Ancaq digər qrafikə fikir verin. Qrafik qolları üz aşağı gəlir. Deyəcək ki, cisim X oxu istiqamətində bərabər yavaşan hərəkət edir. Və yaxud da zaman oxunu aşağı çəkiriksə, aydın məsələdir ki, burada hərəkət X oxunun əksi istiqamət kimi adlandıracağıq. İndi gəlmək istəyirəm nəyə? Koordinatın zamanına asıllıq qrafikini. Əslində bunlar bir-birlərinə bənzəyirlər. Bunları bir-birlərindən fərqləndirən tək bir şey koordinatın müəyyən bir dəyərdən başlamış olmasıdır. Baxın, bu qrafikə fikir verin. Burada koordinatın qrafiki müəyyən bir dəyərdən başlayır. Burada dayanırıq, bir xatırlatma edirik. Yadınızdasa keçən dərsimizdə mən qeyd eləmişdim ki, koordinat zaman qrafikində əgər qrafik sıfırdan başlamırsa, mütləq şəkildə həmin qrafiki sıfıra sürüşdürüb sonra adlandırmaq lazımdır. Tamam mı? İzləməmisinizsə mütləq qaydını izləyin. Bu qrafikə fikir verin, sıfırdan başlamır. Neyəyəsən? Sürüşdürəsən sıfıra, sonra adlandırasan. Necə hərəkətdir? X oxunun əksi istiqamətində bərabər yeyinləşən hərəkətdir deyəcəyik. Və yaxud da bu qrafikə fikir verin. Bu aşağıdakı qrafikə baxın, sıfırdan başlamır. Sürüşdürəcəyik sıfıra. Necə hərəkət edir? X oxu istiqamətində bərabər yavaşlayan hərəkət eləyir deyəcəyik. Sonra elə bərabər yavaşlayandan danışmışkən, sürətin proyeksiyasının zaman oxuna asıllıq grafikinə də fikir verək. Qeyd eləmişdik ki, VT qrafikində qrafik zaman oxuna yaxınlaşırsa, bərabər yavaşlayan hərəkətdir. Fikir verirsiniz, burada qrafik necə hərəkət edir? X oxu istiqamətində bərabər yavaşlayan hərəkət edir. Təcillə necə keçirik? X oxu istiqamətində bərabər yavaşlayan nə deməkdir? Başlanğıc sürətin proyeksiyası müsbətdir, təcilin proyeksiyası mənfidir. Ona görə mən təcilin qrafikini zaman oxundan aşağıda çəkməliyəm. Sonra gəlirik X oxunun əksi istiqamət hərəkət üçün. Baxın, yenə X oxunun əksi istiqamətində bərabər yavaşlayan deyirəmsə, başlanğıc sürətin proyeksiyası da mənfi olmalıdır, təcilin proyeksiyası müsbət olmalıdır. O zaman qrafiki hardan çəkirəm? Müsbətdən, yəni zaman oxundan yuxarıda qeyd edəcəm. Yenə burada hər birisinin qrafiklərini artıq siz aydın şəkildə görə bilirsiniz. Koordinat zaman qrafikinə fikir verin. X oxunun əksi istiqamətində yavaşlayan hərəkətdir. Bax, burada qrafik neynəmir? Sıfırdan başlamır. Nə etmək lazımdır? Sıfıra sürüşdürmək lazımdır, sonra adlandırmaq lazımdır. X oxunun əksinə
bərabər yavaşlayan hərəkət və gəlirəm ən əsas və ən vacib bir məqamı nəzərinizə çatdırmağa. Yoldan heç danışmamışdıq. Baxın, əslində metod eynidir də. Nə zaman yeyinləşən deyirik, nə zaman yavaşlayan deyirik, qayda hamısı üçün eynidir. Tək bir fərq var. Xatırlayırsınızsa, keçən dərsimizdə mən danışanda qeyd eləmişdim ki, yolun zamandan asılıq qrafikini çəkəndə hər zaman yadda saxlayın ki, sıfırdan başlayır və sıfıra yaxınlaşa bilməz. Birinci qrafikimizə baxın. X-ox istiqamətində bərabər sürətli hərəkət, X-ox istiqamətində yeyinləşən və bərabər yavaşlayan hərəkət. Bu qrafiklərdə mütləq şəkildə yadda saxlamaq lazımdır. Gəlirəm qəşəng burada sizlər üçün qeyd hazırlamışam. Topluda buna aid çox suallar görəcəksiniz. Hətta dimdə belə sualları tez-tez soruşur. Ona görə diqqətli olmağınızı istəyirəm. Getdik. Deyək ki, sürətin proyeksiyasının zamanın asılılıq qrafiki verilibdir. Belə bir qeyri-adi əyri-üyrü bir qrafiklər verilib bizə. Bizə deyir ki, bu cisim hərəkət istiqamətini neçə dəfə dəyişmişdir? Bax, sənə bu sualı verəndə kiçik bir dənə açar söz deyəcəm, onu mütləq şəkildə yadında saxla. Bu sualı səndən soruşursa, dərhal baxman gərəkən ilk şey, bilirsən mən olacaqdır. Bu qrafik zaman oxunu neçə dəfə kəsib keçibdir? Sadəcə buna fokuslanmağını istəyirəm. Baxırıq, bu qrafik, bu qırmızı xətlə görürsən, neçə dəfə kəsib keçib? Bir dəfə burada, bir dəfə burada, bir dəfə burada. Burada kəsib keçib, keçməyibdir. Mənə lazımdır ki, zaman oxunu kəsib keçsin. 1, 2, 3. 3 dəfə zaman oxunu kəsib keçib, ona görə deyəcəksən ki, cisim hərəkət istiqamətini cəmi 3 dəfə dəyişmişdir. Və təbii ki, biz bunu tərif kimi də deyərik ki, VXT qrafiklərində cismin hərəkət istiqamətinin neçə dəfə dəyişdirildiyi soruşulsa, qrafikin zaman oxunu kəsib keçmə yerlərini saymaq lazımdır. Düşünürəm ki, burada bir çətinliyimiz olmayacaq. Təkcə sürətin mi qrafikini verəcək? Yox, təbii ki. Sənə yer dəyişmənin də, koordinatın da qrafiklərini verə bilər. Yenə eyni şeyi soruşacaq səndən. Deyəcək, bu cisim hərəkət istiqamətini neçə dəfə dəyişibdir? Bu dəfə sənin qaydan başqadır. Daha durub burada zaman oxunu kəsib keçmə sayına baxmayacaqsan. Bu dəfə baxman gərəkən tək şey qrafikin təpə və ya çökük nöqtələrinin sayı olacaqdır. Yəni, neçə təpə və ya çökük nöqtələr varsa, o qədər dəfə cisim hərəkət istiqamətini dəyişib deyəcəksən. Baxırsan, 1, 2, 3. Qutardı getdi. Əlavə şərhə mənə görə ehtiyac yoxdur. Yəni, deyərik ki, yer dəyişmənin və yaxud da koordinat da ola bilər. Fərqi yoxdur. Qrafiklərində cismin hərəkət istiqamətinin neçə dəfə dəyişdirildiyi soruşulsa, qrafikin təpə nöqtələrini saymaq lazımdır. Qutardı getdi. Bunu da belə yola saldıq. Gəlirəm nəyə? Qəşəng burada bir qeyd görürəm. N-ci saniyədə gedilən yol. Nə deməkdir bu? Baxın, diqqət eləyin. Bir var sizə deyirəm ki, Samirə müəllimənin 5 saatda getdiyi yol tapın. Bir də var deyirəm ki, 5-ci saatda getdiyi yol tapın. Biraz qəribə səslənir, düzdürmü? Burada nəyə fikir vermək lazımdır? Bu N-ci saniyədə gedilən yol başqa bir şeydir. Yəni 5-ci saatda getdiyim yol başqadır mənim. 5 saatda getdiyim yol başqadır. Başqa şeylərdir. Qayda. Əgər N-ci saniyədə getdiyi yolu istəyirsə, sənin üçün sadə bir dənə düstur var. Sükunət vəziyyəti üçün təbii ki, bu hal keçərlidir. SN bərabərdir A bölü 2, 2n-1. Düzdür, buna aid birazdan sual işlədəcəm sizə. Amma qısa olaraq gəlin belə bir məsələyə baxaq. Deyək ki, sənə veribdir təcili 10 metr bölünsün saniyə kvadratı. Bircə dəqiqə. Deyək ki, təcilin proyeksiyasını AX bərabərdir. 10 metr bölünsün saniyə kvadratı veribdir. Cisim bərabər təcilli hərəkət edir və onun 3-cü saniyədə getdiyi yolu səndən istəyir. 3-cü saniyə. Neyəcəksən? Gətirib üstüdə yerinə qoyacaqsan. Yazarsan bərabərdir. A bölü 2, onu böldün 2-yə, aldın 5. N-in yerinə artıq burada 3 qoyursan. 2 dəfə 3-üm 6, altdan 1-in 5, 5 vur 5, neçə elədi? 25 metrə. Demək ki, 3-cü saniyədə gedilən yol 25 metrə bərabər imiş. Və bir də unutmamışkən bir qeydi də nəzərinizə çatdırmaq istəyirəm. Bu hal təbii ki, bərabər təcilli hərəkət üçün keçərlidir bu düstur. Amma belə bir maraqlı məqam var. Ola bilər ki, olacaq zaten. Belə bir məsələ verəcək sənə. Deyəcək ki, cisim sənə sürət verəcək təbii ki, Vx
bərabərdir. Deyək ki, 15 metr bölünsün saniyə. Deyək cisim 15 metr bölü saniyə sürətlə düz xətli bərabər sürətlə hərəkət edir. Diqqət edin, düz xətli bərabər sürətlə hərəkət edir. Onun ikinci saniyədə getdiyi yol tap. Necə taparsınız? Yəqin ki, dərhal, heç düşünmədən başladınız bu düsturda nəsə bir işləmlər aparmağa. Amma olmaz, diqqət edin. Mən şərti qoyanda özəlliklə orada vurğuladım ki, bu cisim bərabər təcili demədim, bərabər sürətlə hərəkət edim. Bərabər sürətlə hərəkətdə təcil yoxdursa, sıfırda, bayaq dedim. Sən necə bu düsturdan istifadə edə bilərsən? Yadda saxlayın, qayda olaraq. Düz xətli bərabər sürətlə hərəkətdə n-ci saniyədə gedilən yol elə sürətə bərabərdir. Yazacaqsınız ki, SN sürət nə qədərdir? 15-dir. Bərabərdir 15 metr. Bunu da mütləq yadınıza saxlayın. Çünki sizdən belə suallar tez-tez soruşacaq. Hətta DİM-də belə suallar bizdən soruşur. Belə. Bunu da yola saldıq. Gəlirik nəyə? Bərabər yavaşlayan hərəkətdə nə var burada? Tormuz yolumuz və tormuz müddətimiz var. Tormuz yolu cismin dayanana qədər getdiyi yoldur və bu zaman cismin son sürəti sıfıra bərabərdir və getdiyi həmin o tormuz yoluna biz V0 kvadratı bölü 2A düsturu deyəcəyik. Tormuz müddəti isə təbii ki, həmin o yolu getməsinə sərf olunan zamandır. V0 bölünsün A düsturu ilə təyin edəcəyik. Buna aid suallarımız da var. Narahat olmayın, həll edəcəyik. Və burada ən vacib və xüsusilə nəzər yetirilməli bir qaydamız var ki, nə tormuz yolu, nə tormuz müddəti cisimlərin kütləsindən asılı deyil. Kütləni neçə dəfə artırmaq, neçə dəfə azaltmağın tormuz yolu və tormuz müddətinin heç bir əlaqəsi yoxdur. Hər zaman bərabər olacaqdır. Və növbəti əsas, vacib və qeydimiz üzərinə gəlmək istəyirəm. Belə suallar da tez-tez qarşınıza çıxacaqdır. Deyək ki, sürətin proyeksiyasının zamandan asıllıq belə bir qrafiki verilibdir. Cisimlər arasındakı məsafəni sizdən istəyir. Baxın, yadınıza saxlayın ki, əgər məsələdə iki cismin arasındakı məsafəni, yəni cisimlərin sürətlərinin proyeksiyasının zamanın asıllıq qrafikini verərək soruşursa, yəni bu şəkildə verərək soruşursa, cisimlər arasındakı məsafələr əksər hallarda qrafiklərin arasında qalan həmin o fiqurun sahəsini hesablayaraq tapılmalıdır və təbii ki, burada əsas bir şərtiniz də olmalıdır ki, başlanğıc koordinatlar eyni olmalıdır. Buna aid də sualımız var. İndi biz həmin suallara baxacağıq. Belə əzizlərim, gəldik biz mövzumuzun sonuna. Bu mövzumuzu daha yaxşı anladığımızı bilmək üçün, özümüzü yoxlamaq üçün bir neçə suallarımız var. Gəlin o sualları da bir yerdə baxaq. Başladıq. Birinci sualda bizə deyilir ki, düz xətli hərəkət edən cismin sürətinin proyeksiyasının zamanın asıllıq grafikine əsasən cismin təcilinin proyeksiyasını təyin edin. Getdik. Təcilin proyeksiyası nə idi? AX bərabərdir Vx minus V0x bölünsün T'yə. Aha. Qrafika baxsaq görərik ki, bizim başlanğıc sürətimiz 8, son sürətimiz 2, zamanımız da 3-dür. Gətir yerinə qoyaq. Nə aldın? Son sürətin 2-dir, başlanğıc sürətin 8-dir. Bölsək nə alacağıq? Biz -2 metr bölünsün saniyə kvadratı almış olacağıq. Diqqət edin, burada sizdən təcilin proyeksiyasını istəyir deyə işarəni nəzərə aldınız. Əgər desəydik ki, təcilin ədədi qiymətini tap, modulunu tap, o zaman müsbət qiyməti götürmüş olacaqdınız. Növbəti maraqlı sualımıza baxırıq. Deyir ki, koordinat tənliyi bu şəkildə olan cismin tormuz müddətini, tormuz yolunu və dayandığı andakı koordinatını tapın. Başladıq. Tormuz müddətinin düsturunu bayaq dedim. Nə idi? T tormuz bərabərdir V0 bölünsün A-ya. Hanı mənim başlanğıc sürətim bayaq öyrətmişdim. T-nin qarşısında dayananımdır. Kimdir? Müsbət 6-dır. Təcilüm nə qədərdir? 2-ni vurursan 3-ə. Nə qədər edir? 6. 6 bölü 6. Nə aldın? 1. Qutardı getdi. Sənin tormuz müddətin 1 saniyə bərabər imiş. Bunu tapdım. Keçirəm tormuz yoluna. Bayaq yenə düsturunu öyrətmişdim sizə. V0 kvadratı bölünsün 2A-ya. Hanı başlanğıc sürətim? Müsbət 6-dır. Kvadratı 36. 2-ni vururam 6-ya. Təcilüm 6-dır. 2 vur 6, 12. Bu neçə eləyəcəkdir? 3 metr eləyəcəkdir. Tormuz yolunda 3 metr olaraq tapmış olduq. Və son olaraq dayandığı andakı koordinatın istəyirsə nə etmək lazımdır? Baxırıq tənliyimizin özünə. Baxın, tənlikdə harda
T varsa gətirib yerinə bax bu aldığın 1-i qoymalısan. Nə alacaqsan? X bərabərdir 20 üstə gələnsin 6-nı 1-ə vurdun elədi 6 çıxırsan 3 və alarıq 23 metrə. Baxın bu şəkildə məsələmizi həll edə bilərik. Növbəti sualımıza baxırıq. Deyir ki, koordinatının zamanın asılıq qrafiki. Şəkildəki kimi olan düz xətli hərəkət edən cismin yolunun zamandan asılıq qrafikini qurun. Yaxşı. Baxaq qrafikimizə. İlk halda qrafikimizə fikir verirsiniz. Bax bu şəkildə düzdürmü? Burada işim yoxdur qrafikin. Olduğu kimi həmin qrafikdə gətirib quracağam. Burada olduğu kimi qrafiki gətirib bax belə bu şəkildə qururuq. İkinci qrafikimizə fikir verin. Burada qrafik fikir verirsiniz azalır. Amma biz də bilirik axı yol azala bilməz. Bunu bir simmetrik qatlayacaq. Ya bir güzgün əksi kimi düşünün. Bu qrafikin əksini gətirib mən yol zaman üçün quracağam. Bax bu şəkildə belə bir qrafik almış olaraq. Çünki az öncə də qeyd etdiyim kimi yol heç vaxt azala bilməz. Yolun qrafikini həmişə baxın bu şəkildə biz çəkəcəyik. Növbəti sualımıza baxaq. Nə deyir? Bu nə istəyir bizdən? Sükunət vəziyyətindən deyir. Bayaq nə dedim? Bu sözü sizə deyirsə, bax bu açar sözünüzdür sizin, bu sizin silahınızdır. Nəyi istəməsin asılı olmayaraq bu şərti gördünsə, dərhal yazırsan. Başlanğıc sürət 0-a bərabər. Sonra davam edirəm. Təcili verib mənə nə qədər? Müsbət 2 metr bölü saniyə kvadrat təcili hərəkətə başlayan cismin 5 saniyə ərzində getdiyi yol 5-ci saniyədə getdiyi yoldan neçə metr çoxdur? Çox qəşəng sualdır. Az öncə qeyd eləmişdim. Samirə müəllimənin 5 saatda getdiyi yol nə qədərdir? 5-ci saatda getdiyi yol nə qədərdir? Fərqli şeylərdir. İndi bu fərqliyə burada bir də baxacağıq. Birinci gəlin neyniyək? Samirə müəllimənin 5-ci saniyədə getdiyi yolu tapaq. Nə demişdim? Bərabər təcilli hərəkətdə 5-ci saniyədə gedilən yol nəyə bərabər idi? SN bərabərdir. A bölü 2 2n minus 1-dən istifadə edəcəksən, tamam mı? Təcili nə qədərdir? 2-dir. 2-ni bölü 2-yə nə aldın? 1 vurulsun. 5-ci saniyə deyirsə, n-in yerinə 5 qoy. 2 vur 5, 10, ondan 1, 9-u. Demək ki, Samirə müəllimənin 5-ci saniyədə getdiyi yol 9 metrə bərabərdir. Bəs yaxşı, 5 saniyədə getdiyi yol nə qədərdir? Bunun üçün bərabər təcili hərəkətdə yer dəyişmə üstündən istifadə edəcəksən. X bərabərdir. AT kvadratı böl 2-dən istifadə edəcəyik. Təcilimiz 2-dir. Yerinə qoyuram. 2-ni 2-yə bölürəm 1. T-nin yerinə artıq burada 5 qoyacağam. Tamam mı? 2-ni də vururam. Demək, T-nin də yerinə 5 qoyuram. Alıram neçəyə? 25 metrə. Demək ki, 5 saniyədə gedilən yol 25 metr. 5-ci saniyədə gedilən yol 9 metrə bərabər imiş. İndi burada yol yer dəyişmədən neçə metr çoxdur? Bu cavabı da siz yazarsınız. Sonra gəlirəm növbəti sualıma və sonuncu. Nə istəyir bizdən? Deyir ki, başlanğıc koordinatları eyni olan iki cismin, baxın bayaq qaydasını var idi, izah elədim sizə. Başlanğıc koordinatları eyni olan iki cismin sürətinin proyeksiyasının zamanın asılıq qrafikinə əsasən 20-ci saniyənin sonunda cisimlər arasındakı məsafəni bizdən istəyir. Nə demişdik? Əgər məsafəni istəyirsə, nəyə baxmaq lazımdır? Bunlar arasındakı fiqurun sahəsini tapmaq lazımdır. Nə qədərdir? Baxın, burada nə görürük biz? Trapesiya görürük, deyilmi? Bu trapesiyanın sahəsini tapsan, elə onlar arasındakı məsafəni tapmış olasan. Yazarsan ki, S bərabərdir. Kiçik oturacağı 10-dur, böyük oturacağı 20-dir. Bölürsən yarısına, vurursan hündürlüyünə. Bu nə qədər eləyir? 150 metri bizə vermiş olur. Demək ki, bu cisimlər arasındakı məsafə 150 metrə bərabər imiş. Və belə, əziz dostlar, bugün gəldik mövzumuzun ikinci və sonuncu izahına. Bundan sonra artıq çevrə üzrə bərabər xüsusiyyətli hərəkət bölməsi gəlir. Ümid edirəm ki, hər biriniz üçün hər bir şey anlaşılan və aydın oldu. Və yenidən hər birinizə təşəkkür edirəm göstərdiyiniz diqqət üçün, sevgi üçün və hər zamanki kimi bir xahişim olacaqdır. Videonu bəyənməyi, abunə olmağı, fikirlərinizi, təkliflərinizi, iradlarınızı belə bildirməyi unutmayın. Çünki hər birinizin geri dönüşü həqiqətən mənim üçün çox amma çox önəmlidir. Növbəti videolarda görüşənə dək sağollaşmıram. Özünüzə yaxşı baxın.